süni intellektin gücündən istifadə edirik. Yer gəlmişkən elə Bakıda buna dair konferans da keçirilir, tədbir də keçirilir. Tədbirlə bağlı isə Rəqsanə İbrahimzadə bizi məlumatlandıracaq. Data ilə gələcək adlandırılır bu tədbirin müzakirə mövzusu. Hər vaxtın xeyir olsun Rəqsanə. Salam Çinarə, sabahınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi bugün ölkəmizdə ilk dəfə olaraq data, ERP və süni intellekt mövzusunda zirvə keçirilir və bu forum əhəmiyyətlidir. Elə əhəmiyyəti ilə bağlı da danışacağıq. Hansı məqamlara görə əhəmiyyətlidir? İlk olaraq bunu deyim ki, bu keçiriləcək forum 3 paneldən ibarətdir və birinci panel saat 11:00-dan etibarən start götürəcək və biz də paneli izləyib daha detallı informasiyalara təqdim edəcəyik. İlk panel adlanır, kodlanmış gələcək Azərbaycanda süni intellektin oyandığı çağ mövzusundadır. İkinci panelin mövzusu isə qara qutu. Azərbaycanda qara qutu, süni intellekt və datanın açılması, sirlərin açılması mövzusunda olacaq. Üçüncü panelin mövzusu isə ERP-nin gələcəyi yeni trendlər mövzusunda olacaq və təbii ki, bu panel önəmlidir. Ona görə ki, Azərbaycanda və ümumən dünyada, dünya müasirləşdikcə, dövr müasirləşdikcə süni intellektlə bağlı, rəqəmsallıqla bağlı yeni addımlar atılır və təbii ki, ölkəmizdə də bunun nümunələrini biz kifayət qədər görürük. Hətta dövlət qurumlarının, özəl qurumların bununla bağlı öz strategiyalarında məhz süni intellektdən istifadə etməsi, rəqəmsallaşmaya doğru yeni addımlar atması ilə bağlı və bu keçiriləcək forumda, bu data, ERP və süni intellekt mövzusunda keçiriləcək zirvədə, ilk dəfə keçirilir dediyimiz kimi Azərbaycanda və burada beynəlxalq mütəxəssislər, eyni zamanda qabaqcıl texnoloji şirkətlərin nümayəndələri, həmçinin özəl və dövlət sektorundan olan şəxslər də iştirak edəcək və təbii ki, müxtəlif istiqamətlərdə müzakirələr olacaq və önəmi ilə bağlı dediyim kimi bəzi məqamları demək istəyirəm, statistik rəqəmlər var ki, elə ondan bağlı informasiyaları da təqdim edəcəm. Aydın olacaq ki, nəyə görə önəmlidir bu forumun keçirilməsi. İlk olaraq bunu deyim ki, 2023-cü ilin məlumatına görə, 2024-cü ilin daha doğrusu məlumatına görə şirkətlərin 75%-i süni intellekt transformasiyasında sahələr arası əməkdaşlığı inkişaf etdirən önəmli bir uğur faktoru kimi dəyərləndirib. Dialoq və hərtərəfli tərəfdaşlığın inkişaf etdirilməsi üçün süni intellektin önəmli olduğu vurğulanıb. Eyni zamanda UNESCO-nun təqdim etdiyi informasiya əsasən 2023-cü ilə aid olan məlumatlara görə məhz süni intellektdən istifadə edilməsi, eyni zamanda datanın istifadəsi önəmli olması nəticəsində 2030-cu ilə qədər 85 milyon yeni iş yerinin açılacağı gözlənilir, planlaşdırılır və bir məqamda xüsusilə vurğulamalıyam ki, məhz data süni intellektlə bağlı elə Avropada şəffaf şəkildə bu işdə yetəri qədər addımlar atıldığı üçün artıq bunun hüquqi bazası strukturda yaradılıb. Təbii ki, indiki məqamda elə süni intellektin günümüzdə nə dərəcədə önəmli olması ilə bağlı məqamdır bu və 85 milyon yeni iş yerinin açılması da təbii ki, elə süni intellektin, datanın və informasiyanın günümüzdə nə qədər önəmli olduğunu bir daha ön plana çıxır. 85 milyon yeni iş yeri həm də bu rəqəmdən qat-qat artıq insanın işlə təmin olunması deməkdir və təbii ki, müxtəlif şirkətlərdə elə süni intellekti, datanın, informasiyanı öz strategiyalarında, korporativ şirkətlərdə öz strategiyalarında istifadə edilir və elə bugün keçiriləcək bu forumda da məhz iştirak edəcək şəxslər burada deyilən məlumatları, eyni zamanda göstərilən yolları öz şirkətlərinin və yaxud da ki, iş strategiyalarına yeni bir üsul kimi istifadə edə bilərlər. Dediyimiz kimi 3 paneldən ibarət olacaq. İlk panel saat 11:00-dan etibarən artıq start götürəcək, başlayacaq və ən son məlumatları da həmin paneldə təqdim olunan məlumatları da diqqətinizə çatdırmağa çalışacağıq və bu keçirilən forumda da dediyimiz kimi süni intellektlə bağlı Azərbaycanda rəqəmsal transformasiya yolunda atılan yeni addımların uğurlu olması ilə bağlı məqamlar da xüsusi olaraq vurğulanacaq və həll yolları, innovativ həllər istiqamətində də məsələlər diqqətə çatdırılacaq. Hələlik anons kimi məlumatları təqdim etdim. Dediyimiz kimi bugün bu ilk dəfə ölkəmizdə keçiriləcək olan data, ERP və süni intellektlə bağlı zirvə Davos formatında keçiriləcək. Davos tipli formatda keçiriləcək bu forum və ən son məlumatları da saat diqqətinizə çatdırmağa çalışacaq. Bizdən bu qədər, söz yenilə sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə, məlumatları bizə ötürdüyünə görə.